Bu gördüyünüz ziyarət Fərat çayı yaxınlığında yerləşən İmam Zaman məqamıdır. İmam Zaman əleyhissalamın bu məqamda dua və ibadət etdiyi inancı ziyarətçilərin bu məkanı ziyarət etməsinə səbəb olur. Ziyarətçilər burada dua edərək İmam Zaman əleyhissalamın zuhurunu diləyir və onunla mənəvi əlaqə qurmağa çalışırlar. حجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة. Bu gördüyünüz məkan Həzrəti İmam Sadiq əleyhissalamın bağıdır. Kərbəla şəhərində İmam Hüseyn əleyhissalamın hərəminin ətrafında Əliqəmə çayının yaxınlığında yerləşir. Həzrəti İmam Cəfər Sadiq əleyhissalam Kərbəlaya səfərləri zamanı bu bağda istirahət etmiş, dəstəmaz almış və namaz qılmışdı. Bu səbəbdən bu məkan zəvvarlar üçün xüsusi mənəvi əhəmiyyətə malikdir. Bu yer Əlqəmədir, Fərat çayının bir qoludur. Əbəlfəzl Əbbas əleyhissalam bu yerdən su götürdüyü və daha sonra şəhid olduğu məqamdır. Aşura günü Kərbəla düzündə susuzluq baş alıb gedərkən İmam Hüseyn əleyhissalamın izni ilə Fərat çayına su götürməyə getdi. Bu hadisə zamanı o böyük şücaət göstərərək düşmən ordusunu yarıb Fərat çayına çatdı. Deyilənlərə görə o su içmək istəyəndə əlini suya saldı. Lakin İmam Hüseyn əleyhissalam və susuz qalan əhl-i beyti yadına düşdü və əgər Hüseyn susuz ikən Abbas su içsə, bu sədaqət olarmı? Deyərək su içmədi. Və beləliklə Kərbəlada dövrə ətrafı ziyarətlərimiz tamamlandı.